Ekran görsənirmi indi dostlar? Rahat görsənirmi ekran? Ekran sizin üçün rahat görsənirmi? Biz sizlə danışdıq ki, rekrutlar, dəvətlər bu biznesdə vacibdir. Rekrut olmursa, inkişaf olmur. İnkişaf nə deməkdir? Salam Günay xanım. İnkişaf nə deməkdir? İnkişaf isə sizin, bizim artan gəlirimizdir. Aləmizə apardığımız məbləğin artmasıdır. Alacağımız çeklərin böyüməsidir. Qazandığımız rütbələrin yüksəlməsidir. İnkişaf üçün rekrutlar vacibdir. Və dedik ki, onun üçün ballara yox. Biz adətən ballara baxardıq. Mən də sizin kimi. Ballara yox, rekrutlara baxın. Niyə? Çünki rekrutlar, yeni nəsil, axın olmasa inkişaf yoxdur. Və vacib olan şey nədir bu biznesdə? Sponsorlarımız, qrupanızda olan sponsor məsləhətçilər, sıravi məsləhətçi yox, o məsləhətçi ki, dəvətlər eləyir, o məsləhətçi ki, özü sponsor olur, o sponsor məsləhətçilər biznesinizin dirəyidir, dayağıdır, bari söhbət. Amma rekrutlarla bakı doldurmaq lazımdır. Bak nədir, biləyiniz varmı? Tereşinkadan başqa təbii ki. Bak nədir dostlar? Nədir bak? Böyük hərflərlə bak yazılıb. Nədir bak? Rekrutlar sözün bildiniz. Rekrutlar dəvət elədik və insan qeydiyyatdan keçdi. Bunları nəzərdə tuturuq. Bəs bak nədir? Bak biz sizlərlə bilirik. Bak nə ola bilər? Su çəni olar. Düzdür? Bəs Oriflemin çəni nədir? Bakı nədir? Elə deyərdim ki, bu da elə həmin o çən kimi bir şeydir. Elə həmin bak kimi bir şeydir. Əslində bilirsiniz bunu? Aha, Əfqan, Mərziyə, Günay. Kim bilir yazsın Zührə. Aha. Baxın, bak, baza aktivных konsultantov. Aktiv məsləhətçilər bazasıdır. Razılaşaq ki, məsləhətçilərin hər birisi daima aktiv olmur. Adları olar, informasyonu vərəqdə, qabaqları boş olar. 3 katalıq aktiv olan məsləhətçilər bazanı təşkil edir. Bakın, sən dəvət elədin və öyrətdin o məsləhətçini bircə balsa da sifariş yerləşdirsin, demək o rekrutdur. Rekrutlar sənin çənin, bakın dolmasıdır. Bax, nətər ki, hamımızın evində su çəni var, əminəm ki, o bakda suyu bir tərəfindən su axar, bu tərəfdən də su doldurarsan. Biznesimizdə də eynən elə kimlərsə müvəqqəti işləyər, sonra heç bir bal vurmaz. Əgər gedən insanların, pasiv olan insanların sayı, komandaya gələn yeni insanların sayından az olmalıdır. Yəni, elə hey ancaq adamlar gedərsə və sən buranın yerin yeni kadrlarla doldurmazsansa, bakın boşalacaq. Ona görə də axın olmalıdır. Rekrutlarla bakda olar, çəndə olar. Dəvət eləyən sponsorlar isə sənin, mənim biznesimin dayağı olar. Çox qəliz danışmıram ki, dostlar. Çox qəliz danışmıram ki, Günay. Aydın ola bilir sənə qızım. Çünki bu birlər alışıblar mənim danışığıma. ТК yazılıb. Это, Надя, это вы? Или кто-то другой? Понимаете, о чем я говорю? Aydındır. Lap yaxşı qızım. Bizim hər birimizin vacibdir ki, işimizdə qrupamıza qəşək-qəşək baxaq. Qrupada baxıb, potensial sponsorları təyin eləmək. Kimdir sponsorlar? O kəslərdir ki, onlar iş qurmağa qərar veriblər, onlar yeni məsləhətçilər dəvət eləməyə hazırdılar.
istəyirlər sponsor olar və yaxud başlayıblar dəvətlərə. Bax, bu insanlara yardım eləmək lazımdır ki, onlar dəvət metodlarının hamısı ilə tanış olsun, özünə uyğunu seçsin. Məsələn, bilirsiniz də dostlar, sorğu keçirən o qədər çox olur ki, küçədə. Məsələn, mənim xoşum gəlmir o sorğudan. Amma mənim xoşuma gəlmir, mən özümü o sorğuda rahat hiss eləmirəm. O demək deyil ki, sizə uyğun deyil. Ola bilər ki, sizin ən yaxşı liderinizi məhz küçədə sorğuda tapasınız. İnsanlar var ki, digərlərinə istər Instagramda, istər Facebookda mesaj yazar, birbaşa dəvət eləyər ki, gəl bizim komandaya, yaxud ki, işimiz belə dəvət eləyər. Mən onu sevmirəm, mən onu spam sayıram. Amma mən onu bəyənmirəmsə o metodu, o demək deyil ki, o metod işləmir. O metodla o qədər insanlar dəvətlər eləyirlər və çox yaxşı da potensial insanları da dəvət eləmiş olurlar. Yəni, dəvət metodları hədsiz çoxdur. Rekrutlaşmanın əsasları adlı, yəni bizim təlimimiz də var. O dəvət metodları çoxdur. Hər kəs komandasındakı sponsorluğu istəyən məsləhətçiyə o metodları göstərməlidir. Hərə özünün ürəyinə yatanı seçməlidir. Yəni, mənim bəyənmədiyim, mənim işlətmədiyim metodu sən bəyənə bilərsən və səndə o çox gözəl də alına bilər. Və biz sponsor olmaq istəyən məsləhətçilərlə güclü işləməliyik, trening keçməliyik, lazım materiallarla, məlumatlarla təmin eləməliyik. Niyə? Çünki dedik ki, sponsorlar kimdir? Sənin biznesinin dayaqlarıdır. Sponsor sizi dəvət eləyəni demirəm, ha? Sponsor sizin qruppanızda dəvətlə məşğul olan məsləhətçiyə deyirəm. Aydın oldu burası dostlar. Hazırda sponsor deyəndə kimi deyirəm mən? Sizlərin hər birinizin qrupunuzun içində, sizin qruppanızda dəvətə başlayan, rekrutlaşmağa başlayan məsləhətçiləri nəzərdə tuturam. Sponsor məsləhətçilər. Bax, onlara təlimlər keçmək, onları metodlarla tanış eləmək, yəni məlumatlı eləmək lazımdır. Yoxsa ki, elə get dəvət elə, yazıq qalır alataş, nətər dəvət eləyim. Bir var ki, özü çabalayar, bir də var ki, ona yol göstərilər. Ona görə də hazırda mən sizə bu fikirlərlə paylaşacağım ki, sponsor məsləhətçi kimdir və nə eləyir? Kim olduğunu biz dedik. Bildiniz ki, sponsor məsləhətçi, yəni sizin sponsorunuzu nəzərdə tutmuram, özümün sponsorumu nəzərdə tutmuram. Yox, qrupamızda olan, dəvətlər eləyən, dəvətə məşğul olan, sponsorluq eləməyə yönlənmiş məsləhətçini nəzərdə tuturam ki, bu məsləhətçinin vəzifəsi nədən ibarətdir? İşi nədən ibarətdir? O namizədləri axtarır. Harada axtarırsınız dostlar? Davayca aktiv olun. Görüşə dəvət eləyirsiniz. Kimlə görüşə? Fikirləriniz maraqlıdır, yazın. Sıravi məsləhətçini danışdıq ki, sıravi məsləhətçi sponsorluğu qərara gəlibsə ki, sponsor oluram, o işləri görməlidir. Dəvət eləməlidir, görüşə gətirməlidir, görüşlərdə olmağa çalışmalıdır. Ay sağ ol, sən təcrübəlisən. Yəni dediyim sıravilərə aiddir. Bəs siz kimsiz? Qrup meneceri. Qrup meneceri bu artıq Günay sənə aiddir. Qrup menecerinin vəzifəsi isə həvəsləndirməkdir, dəstək durmaqdır. Həmin o kim ki sponsorluğu qərar verib, ha? Bax, o sponsorluğu qərar vermiş dedi ya ki, sizin biznesinizin dayağıdır, dirəyidir. Bax, o dirəyi möhkəm saxlamaq lazımdır. Həmin məsləhətçi ilə sıx əlaqədə olmaq lazımdır. Bizlərin içi mən qarışıq, bəzən yanlışdığımız, bəzən səhlənkar yanaşdığımız, boşuna buraxdığımız şey məhz sponsorluğu seçmiş məsləhətçi ilə daimi əlaqəmizin olmamasıdır.
Halbuki bu bizim vəzifəmizdir. Sponsorluğu seçmiş məsləhətçi ilə daima əlaqədə olmalıyıq və qrup səviyyəsində Oriflame imkanları görüşü keçirilməlidir ki, həmin o sponsorluğu seçmiş məsləhətçi belə qonaq gətirəndə, sadəcə maraqlandırıb insanı gətirəndə gəlib Oriflame imkanları görüşünə yönləndirə bilsin. Yəni, qrup meneceri həmişə hazır olmalıdır Oriflame imkanları görüşü keçməyə. Bəs qrupun liderinin vəzifəsi nədir? Qrupun liderinin vəzifəsi nədir? Lider isə təlim keçər, o yeni çıxmış belə deyək də, yeni trend, yeni dəbdə olan materialları, daha yeni metodları öyrənər və öyrədər, onu paylaşar öz komandası ilə və o da öz şəxsi komandasında, personal qrupunda neçə dənə sponsor məsləhətçi var, bunu əzbər bilər, təkcə menecerinin ixtiyarına buraxmaz, özü də nəzarətdə saxlayar. Yəni, hər bir kəsin öz vəzifə öhdəliyi var. O vəzifəni doğru dürüst yerinə yetirəndə hər şey qaydasında olar. Biz dünən mənim webinarım var idi, yəni Əfqandır, Mərziyyədir, bunlar həmin webinarda idi. Kakraz o webinarımda mənim mövzum öhdəliklər idi. YouTube kanalıma bilmirəm, hansız baxırsınız siz mənim YouTube kanalımda, izləyəniz varmı? Elə paylaşdım da, onu YouTube kanalımda paylaşmışam. Öhdəliklər, yəni insanların öhdəlikləri, insanların düşüncə tərzləri bunu bilməlidir. Yəni, hər kəs öz yerində olmalıdır. Öz yerində olarsa, iş yerində gedər. Və çox xoşladım bunu, dostlar, siz izləyirsiniz, bilirsiniz ki, biz seminardaydıq, Şəkidə seminardaydıq, izləyənləriniz var idi və mən çox bəyəndim bizim Azərbaycan Oriflame'nin baş müdürü, Qafqaz üzrə ümumən baş müdür olan Kəmal Qaya çox gözəl bir anlatma elədi və mən belə deyək, ürəyimə çox yatdı. Baxın, burada da mən rənglərin arta-arta, tündləşə qoymuşam. Məsləhətçilərin 4 mərhələsi olar, dəyərlilərim. Məsləhətçilərin 4 mərhələsi olar. Bir var, sıravi məsləhətçi. O ki, gəlib ya özü üçün ucuz almağa, ya gəlibdir satışdan qazanmağa. İkinci mərhələ sponsor məsləhətçidir, hansı ki, biz danışırıq sizlə bayaqdan ki, rekrutları eləyir, dəvətlər eləyir, sənin mənim biznesimizin dayağıdır, bakımızı doldurandır. Onun dəvətləri hesabına, onun sponsorluğu hesabına rekrutlarımız artır. Bu sponsordur. Növbəti mərhələ menecerdir. Menecer o kəsdir ki, o yetişdiribdir, ayır deyilib öz qrupasında sponsorluq eləməyi seçən məsləhətçiləri və onları lazımı materialla təmin eləyir. O sponsor məsləhətçinin dəvət elədiyi insanlarla görüş keçirdir. Anlada bilirəmmi, dostlar? Və 4-cü mərhələ daha tündrəhlisi olan direktordur. Burada bir çox gözəl izahat elədi, mənim ürəyimə yağ kimi yayıldı. Əgər Kəmal bəyin dediyindən danışıram sizə, yəni mən də heç vaxt bu baxışdan baxmamışdım. İmənli bax, indi göstərdiyim bu 4 mərhələdən. Əgər insan yaxşı sponsor deyilsə, yaxşı sponsor ola bilmirsə, demək ki, onun məsləhətçiliyi yaxşı deyil. Yaxşı məsləhətçi deyil. Yaxşı məsləhətçi kimə deyilir? Yaxşı məsləhətçi o kəsdir ki, məhsulla işləməyə bacarır, müştəri ilə işləməyə bacarır, kataloq ərzində 150 bal vurur, aktual xəbərlərdən, aksiyalardan xəbərdardır. Özü qeydiyyatda eləyə bilir, sifariş yerləşdirə bilir, sənəd idarə etməsini də bilir, yəni saytla işləməyi, bu şeyin hamısını bilir. Əgər bu şeyin hamısını bilirsə bu insan, onun sponsorluğu mükəmməl olacaq. Niyə? Çünki o bu məsləhətçinin dəvət elədiyinin verdiyi suallara cavab verməyə qadirdir. Özünün bildiklərini öyrədəcək və özünün davamçısı olacaq. İnsan ola bilər menecer statusuna çıxar. Siz məndən razısınız ki,
bu biznesdə normal deyimiyim, yəni rast gəldiyimiz faktlardır ki, insanlar belə deyək, sponsorun köməyi ilə mi, aşağıda daha güclü insan işləmək hesabı ilə mi, menecer olur. Yəni, özünün xüsusi rolu olmadan gəldi, çıxdı, oldu menecer. Amma yaxşı menecer deyil. Yaxşı menecer deyil. O təlim keçmir. O komandanı örgətmir. O sponsorları nəzarətdə saxlamır. Bəs onda niyə? Qısa bir müddətdən sonra o menecerindən yenir aşağı. Səbəb nədir? Səbəb odur ki, onun sponsorluğu yetərincə olmayıb. O sponsor olan yerdə, sponsor olduğu mərhələdə mükəmməlləşməyib. Hər mərhələdə öz statusa uyğun o işi mükəmməl bilərsənsə, növbəti pillədəki işində mükəmməl alınar. Direktorluğu, insan direktor olur və sonra aşağı düşür. Niyə? Çünki onun menecerliyi, elə əsas da menecerlikdir. Nədir menecerlikdə? İdarə etməsi, təşkil edə bilməsi, motivasiya verə bilməsi, əlaqəni yarada bilməsi, informasiyanı vaxtında ötürə bilməsi. Bu bölüm axsıyır. O menecerliyi yaxşı olmayıb. Mən bir sözüm var, deyirlər ki, adətən gəlin qaynanada, söhbətlər olanda bəzən görürsən, hər kəs özünə sərf eləyəni seçir də. Əgər qızı gəlindirsə, qaynanalar əleyhinə danışır və yaxud ki, özü qaynanadırsa, hər zaman gəlinlər əleyhinə danışır. Amma mənim əvvəldən belə bir fikrim var. Gəlin qaynana söhbəti bu heç, o əbədi olan bir şeydir, bəşəridir. Amma yaxşı insan, pis insan söhbəti var. İnsan yaxşı insandırsa, onun gəlin olan dövrüdə, onun qaynana olan dövrüdə, onun baldız kimi fəaliyyətidə hamısı belə deyək, insanlıq çərçivəsindən çıxmayacaq. Küsə bilər, inciyə bilər, bu heç. Amma yəni anormal dediyimiz bir şeylər ondan görməliyik. Yox, insan heç gəlinliyi də yönlü deyilsə, yönlü olmayıbsa, niyə yönlü olmayıb? Çünki yaxşı insan deyil. Yaxşı insan deyilsə, onun gəlin olması, arvad olması, qaynana olması, baldızlığı, hər şeyi problemli olacaq. Burada da özəllik buradan başlayır. Hər pillədə məsləhətçi olaraq yaxşısansa, işə başlamısansa sponsor olaraq yaxşı, dürüst, menecer olaraq öz vəzifəni bilirsənsə, hər kəs öz yerində olmalıdır. Direktorluğunda yerində olacaq. Onda inkişaf olacaq. Çünki bizim mövzumuz da məhz inkişafdır. Və bütün səviyyələr üçün bilirik ki, vacib olan şey nədir? İnsanın gücüdür, arzusunun gücüdür, istəyinin güclü olmasıdır. Yəni, ötəri istək yox, yəni, istəyirəm də olsun. 5 gün keçirdir, əşi yox, vallah, məndə alınmır. Amma bir də var ki, real istəyi, konkret arzusu, hədəfi olmuş olsam. Və səviyyələrin səviyyəsi deyəndə, burada əslində liderlərin lideri, yəni liderlər yetişdirmiş lider səviyyəsi nəzərdə tutulur. O səviyyəyə çatmaq üçünsə, yəni dediyim kimi, istəyin güclü olmalıdır, hədəfin dəqiq olmalıdır, planlaşdırman olmalıdır. Və belə bir faktı mən yazmışam ki, ayrı işlərdə bir işin peşəkarı olmaq üçün 10.000 saat işləməlisən. 10.000 saat eyni bir sahədə işləyən insan o işin peşəkarı olur. 10.000 saat nə deməkdir? 5 il deməkdir. Bizim işdə isə həftədə 40 saat işlə və bunu normativə sal. 40 saat işləməklə peşəkarlığa gedəsən. Həftədə 40 saatla. Və bu deyimədə baxmaq olar, təqdimat niyə belə yayılıbdır? Baxın, bir var
Var, burada olmaq sözü bu axırıncı da gələcək dostlar. Siz burada birincidə var sözünə baxın. Nə o var? Arzun var, istəyin var, həvəsin var. Varmı sizdə dostlar istək, həvəs, arzu, varızdımı? Yazın. Yazın. Fərqi yoxdur. Yeni mi məsləhətçisən, menecersən ya direktorsan? Varmı? Mən azından sizin bugün bu otaqda olmağınız, bu saatda burada olmağınız sizin istəyinizi göstərir. Bəli, arzunuz, istəyiniz, həvəsiniz var. İkinci punkt gəlir, etmək. Nə etmək lazımdır? Planı tərtib eləmək lazımdır. Nə etmək lazımdır? Hərəkətdə olmaq lazımdır. Nə etmək lazımdır? Təhlil eləmək lazımdır. Çünki bəzən elə olur ki, mənim özümdə də olub. Hərəkət eləyirsən. Bir yol bunu qabağa qoy, təhlil elə ki, bu işin niyə yetərincə uğurlu alınmadı? Yəni, eyni zamanda təftiş, reviziya eləmək, analiz eləmək lazımdır. Yaxşımı? Və etmək, indi etməyin də tərzi var da dostlar. Etməyin də tərzi var. Bayaq dedim, mən başlanğıçda ki, Bərziyə, çox çalışmaq tam ayrı şeydir. Doğru çalışmaq ayrı şeydir. İnsan var ki, məsələn, əlim bolayar bir yemək pişirməyə, 5 dəqiqənin içində görərsən ki, bir balaca ətdən 2 cür yemək pişirər, qoyar ortaya. Tanıyırsınız yəqin, hamınız elə qadınları, bəlkə də elə siz Oriflame biznes qadınları o cürsüz. Yox yerdən yemək çıxardar ortaya. Qadın da var ki, 2 kilo ətdən bir şey ortaya gətirib çıxarda bilməz. Yəni, görmək də var, görmək də var. 3-cü bölümümüzdə səviyyəli görməkdən, səviyyəli etməkdən danışılır. Onun üçün necə biri olmaq lazımdır? Bacarıqlı olmaq lazımdır, vərdişli olmaq lazımdır və şəxsi keyfiyyətlərə sahib olmaq lazımdır. Yəni, hər bir şeyi planlı olmağın özü üçün gərək punktuallıq vərdişin ola, daxili nizam-intizam vərdişin ola, hərəkət eləyirsən, bacarığın ola, çünki sənin hərəkətin nədir? Dəvətlər eləməlisən, təlimlər keçməlisən. Təlimlər keçməlisənsə, deməli sənin təqdimat hazırlamaq bacarığın olmalıdır. Natiqlik inkişaf eləməlidir. Bu bacarığın üstündə işləməlisən. Təhlil eləyə bilmək üçün yenə də bir reviziya kimi baxmağı bacarmalısan, ayırt eləməyə bacarmalısan. Və şəxsi keyfiyyətlər. Niyə şəxsi keyfiyyətlər? Çünki bu biznesdə ki, biz dedik ki, statusların yüksəldikcə, sən komandanı da idarə edirsən, nəzarətdə saxlayırsan. Burada, bu biznesdə bir mənalı şəkildə biz bilməliyik ki, münasibətlər, emosional durum hamısı rol oynayır. Və şəxsi keyfiyyətlərimiz bizim komandamızın hansı formada, formalaşmasında rol oynayır. Bir var, negativlər üzərində formalaşmış komanda ola. Bir də var ki, emosional durumu yüksək olan, hər şeydə işıq axtara biləsən, hər şeydə pozitivliyi görə biləsən, digər insanların uğuruna sevinə biləsən. Bəli, sən ona baxıb ona çatmağa çalış. Elə təkcə alqışlama onu. Niyə də ondan üstün olmayasan? Bari söhbət. Amma şəxsi keyfiyyətlərin üstündə işləməli, bacarmalıyıq ki, bizim işimiz də irəliyə getsin. Məndən razısınızmı dostlar? Prezentasiyamda buna bax, hərfləri səhv yazmışam. Razısınızsa arada bir yazın ki, mən də sizin yazınızdan ilham alım. Hiss edin ki, mənim danışdığım boşuna getmir, məni dinləyən həmkarlarım var. Çünki bilirsiniz dostlar, canlı ki insan təmasda olur, məsələn Stockholm zalında, indi ofisdə yaxud belə olanda, o tamam ayrı bir havadır da. Çünki o təmasda sən insanla göz təmasın olur. Göz təmasın olur və görürsən də ki, qarşındakı səni dinləyir ya yox. Qarşındakının reaksiyası nətərdir. Amma beləsinə olanda webinarda insanın sözün düzü enerjisi çox gedir.
Yəni, məsələn, mən hiss edirəm ki, mən nə qədər özümə üstün gəlməliyəm ki, mən emosiya qoyub sizə çatdıra bilim və sizdən gələn emosiyanı ala bilmirəm axı. Ona görə də, belə deyək, xahiş edirəm ki, hərdən bir nələrsə yazın ki, mən də bilim ki, havaya danışmıram, məni dinləyən var, izləyən var. Gəlin baxaq. Gəlin baxaq, dostlar, 18%-ə çıxmaq istəyirsən. Belə bir misala baxaq. Biz sizlərlə bilirik ki, 18%-in norması neçə baldır? Mənim burada o kimi yazmışam 3000-də. 18%-in norması 3000 baldır. Düzdürmü? 3000 bala, belə deyək ki, 2 katalıq ərzində 50 nəfəri komanda topla. 2 katalıqa 50 nəfərlik komanda. Gözünüz qorxmasın. 50 nəfərlik komanda sözü mən bəlkə də dəyişərdim. Səhv yazmışam. Qrup yazaram ora. 50 nəfərdən ibarət bir qrup topla. Əslinə qalanda hal-hazırda normativ olaraq düşünülür ki, onlayn olaraq işləyəndə biz sizlərlə günə bir rekrut normativini işləməliyik. Günə bir qeydiyyat. Rekrut deməyim, starter deyim. Günə bir qeydiyyatımız olsun. Günə bir qeydiyyatla olursansa, sən tək canına 20'sin bir kataloga yığdın, 20'sin o bir kataloga yığdın. Misal üçün deyirəm. İkinci punkta baxaq. 5 biznes partnyoru seçmək. O, sənin dəvət elədiyin 50 nəfər ki var, ha. Axı, dəvət elədiyin içindən biznes tərəfdaşın çıxacaq, biznes partnyor çıxacaq. Kimdir biznes partnyor? O kəsdi ki, o səni təkrar eləmək istəyir. O sənin kimi olmaq istəyir. O da sponsor olmaq istəyir ki, sonra menecer olmaq istəyəcək, sonra direktor olmaq istəyəcək. 5 nəfəri seçirsən, biznes partnyor. O 5 nəfərin hər biri birinci punktu eləyərsə, 5 nəfərin hər birinə birinci punktu tapşırarsansa, 2 kataloga 50 nəfərdən ibarət qrup toplasın. Fikrimi çatdıra bilirəmsə, dostlar? Yəni, biz rəqəmi böyük rəqəmlərlə işləmək öyrənməliyik, dostlar. Madam biz sizlə onlayn platformadayıq. Madam biz sizlə onlayndayıq, onlaynda statistika, rəqəmlər çox olmalıdır. Çünki onlaynda tanımadığın insanlarla işləyirsən. Tanımadığın insanlarsa soyuq kontakt deməkdir. Soyuq kontaktı isə münasibətlərin qızışması biraz zor olur. Tanışlarla qurulan biznesdə daha rahatdır, daha hasaddır. İnsan səni tanıyır. Amma soyuğu seçmisənsə, onlayını seçmisənsə, sən rəqəm sayın çox olmalıdır. Və elədinmi, günə bir rekrut normativini işləməyi öyrəndinmi? Qoy gəldi insan zakaz vurmasın. Heç sonra sən zəngə cavab verməsin. Amma sən öyrəndin günə bir qeydiyyatı, o bərdişi formalaşdırdın, o dəvət eləməyi bacardın, düzgün mesaj yazmağı öyrəndin, insanları maraqlandırmaq bacarığına, vərdişinə nail oldun. Sən bunu elədin və sən gətirdiklərin içindən 5 ağlı başında olan insanı seçdin. Nə ilə seçdin? Təbii ki, təmasla. Kimə deyərlər biznes partnyor? O kəs ki, sənin zəngəyə cavab verir və yaxud özü sual verir, özü maraq göstərir, biznesə maraqlı olduğunu bildirir. Sən təlimə çağırırsan, o təlimə gəlir. Sən bir cümlə yazırsan, o sənin yazdığın altından hökmən fikrin yazır. Yoxsa ki, oxuyur, heç bir şey yazmır. Elələri yox. Və hökmən öz kodunu aktivləşdirir. Hökmən başlanğıçda 150 vurmaya da bilir, ola bilir gücü çatmır. Amma bilir və dərk edir ki, 150 balla işləməli olacaq. Biznes partnyor ona deyilir.
və dəvətlərə başlayır. Dəvətlərə başlamaq üçün öyrənməyə hazır olur. Öyrənməyə hazırlığa eyni zamanda etirazlarla düzgün işləyə bilməkdən başlayır. Çünki etirazları dəf eləyə bilən insan əyninə qalxan giymiş məsləhətçidir. O qalxan giyibsə, özgələrin atdıqları oxdur, nə bilim, bıçaqdır, nədir, ona dəyməyəcək. Salamat çıxacaq. Üzü sponsorluğa doğru gedəcək. Yox, ona etirazlarla işləməyi öyrətmədiksə, doğru dürüst məlumatlandırmadıqsa, demədiksə ki, bala, bax, bu yolunda sənin qabağa çıxan insanın çoxu sən yox deyəcək. Bu işdə yoxu eşitmək mütləqdir. Və spora girmirsən, insanlarla doğru dürüst işləyirsən, bizim etirazlarla işləmək haqqında da təlimimiz var. O da bizim YouTube kanalımızda yerləşibdir. Doğru dürüst işləmək barədə, dama metodu barədə hazır təlimim var. Orada 2 hissəlik. YouTube-da məni tapmaq üçün ya axtara bilərsiniz Gül Sevda 1 və yaxud da ki Sevda Bağdagül Gül Məmmədova olaraq axtara bilərsiniz. Və sıra gəlir bəli, yəni hər biznes partnyorumuzu biz öyrətməliyik, yönəltməliyik, eynən bizim kimi birinci punkt eləsin. 50 nəfəri komandanı toplasın. Özün onu eləyə bilirsənsə, onda onu sən digərini öyrədə bilərsən. Amma bizdə bəzən belə olur, özü işini eləmir. Gələnə deyir ki, ged adam dəvət elə. Özün dəvət eləyirsən, özün dəvət eləmirsənsə, digərindən onu tələb eləyə bilməyirsən. Gəlin dostlar, sizdən effektivlik variantlarına baxaq. Rekrutlaşmanı biz sizlə aydınlaşdırdıq. Bax sözünü aydınlaşdırdıq. Sonda yenə sizlə bir feedback eləyərəm, bir də baxarıq. Effektivliyə baxaq. Yaxşı, biz insanları dəvət elədik. Axı dedim 50 nəfər. Eləmi? 50 nəfər. 50 nəfər gəldi. Qruppa yaratmısan. Əgər bu qrupun 70% aktivliyi varsa, 50 nəfərin 70% aktivdirsə, deməli 35 adam aktivdir. Düzdür dostlar? Yazın arada bir. 50 nəfər 2 kataloqa adam qrup toplamısan. Bunların 70% aktivdir. 50-nin 70-i eləyir 35. 35 adamın hərəsi 10 bal vurursa, 35-i 10, 350 bal eləyir. Bu variantı adlandırıram A variantı. Yadda saxlayaq. İkinci bir variant deyirəm sizə. 50 nəfərin 50% aktivdir. 50 nəfərin 50%-i 25 nəfər deməkdir. Və bunların hər biri orta sifariş 20 bal vururlarsa. Bu da eləyir 25 nəfərin 20 balı 500 bal eləyir. Bu da elədi B variantı. İndi qabaqda ayrı bir misal göstərəcəm sizə. Baxaq. A variantı ki, hansı ki insan 10 balla işləyir. 10 balla özü oldu. Dəvət elədiyi insanı da öyrətdi eynən özü kimi. Onlar da 5 adam dəvət eləyir. Baxın onda. 360 bal bu misaldır. Bizə 10 balla işləmək sərf eləmir. Mən sizə effektivliyi göstərici olaraq göstərirəmsə dostlar. Effektivlik nədir? Aktivlik faizi nədir? Bu faktları göstərmək istəyirəm ki, müqayisədə baxasınız ki. Baxın, 35 adamla, 35 aktiv olan adamla 1810 bal, yəni onlar da dəvət eləyiblər və 10 balla öyrədiblər, öz aramızdır. O boyda adamla 1810 bal çox az nəticədir, düzdürmü? Razısınızmı məndən? Hələ 70% aktivlik ola. Amma bir də var ki, 50 balla 50% aktivdilər, amma vurduqları sifariş 20 baldır.
İndi görün, vurulan bal 20 bal olmasa, vurulan ortalama sifariş balı artsa nətər olar? Bildiniz? Ortalama sifarişi 100 bal olarsa bəs nə olar? Yəni, bizim işdə biz həm dəvətə fikir verməliyik, biz statistikaya baxmalıyıq, rekrutlarımızın sayı da çox olmalıdır. Üstəgəl, digər tərəfdən dəvət etdiklərimizin aktivləşməsinə təsir eləməliyik ki, gətirdiklərimizdən, dəvət elədiklərimizdən yüksək faiz göstərici olaraq aktivləşmə olsun, aktiv olsunlar. Və sonra eyni zamanda o aktiv olan insanların verdikləri töhfiyə baxmalıyıq ki, aktivlik bir var 10 balla ola, bir var 20 balla ola, bir var 100 balla ola. Düzdürmü dostlar? Biznes tərəfdaş, biz sizlə dedik ki, biznes tərəfdaş o kəsdir ki, o artıq karyeraya yönəlib, o kəs dəvətlər eləyir, bilir ki, dəvət eləməyi bacarmalıdır, o vərdişi üstündə işləyir, ona gələn yoxlar onu sındırmır, o ancaq pozitiv düşünür və irəli gedənlərə baxır, ağlamır, sızdamır, minuslara, negativlərə köklənmir və zaman-zaman öyrənir 150 ballıq şəxsi dövriyə eləməyə. Düzdürmü dostlar? Bayaqki misalda biz dedik, indi təsəvvürünüzə gətirin ki, bir insan, bir biznes tərəfdaşı elə 3 adam dəvət eləmiş olsa ki, 3 adam dəvət eləmədi, 20 adam dəvət eləyib, onun içindən 3 nəfər 100 balla işləyir, start proqramına girdisə, faiz göstəricisini bilirsiniz, 450 bal olur. Əgər növbəti kataloqda həmin insanlar səni təkrar eləyərsə, özləri 150 vurar, özləri də dəvətlərinin içindən 3 nəfəri addım proqramına qatarlarsa, sənin qrup balın 1500 bal olar. Növbəti kataloqda da yenə 150 bal vurursan, amma o məsləhətçilərin sənin keçən kataloqdakı kimi hərəsi 1500 bal sağ versə, sənin qrup balın 4650 bal olar. 4-cü kataloqda sən artıq direktorsan. Çünki sənin 3 məsləhətçinin hərəsi 4650 bal verə bilər. Bu biznesdə önəmli olan duplikasiyanı elətmək bacarığıdır. İnsanlara özümüzün elədiyimizi elətdirməyə bacarmaq lazımdır. Sevdirə bilmək lazımdır. Yolu düzgün göstərə bilmək lazımdır. Və 3 biznes tərəfdaşla sən həm direktor olub 1000 dolları ala bilərsən, həm baş direktor olub 1500 dolları ala bilərsən, həm qızıl direktor olub 2000 dolları alarsan, həm baş qızıl direktor olub 3000 dolları alarsan. Düzdürmü dostlar? Yetər ki, biznes tərəfdaşı dəqiqləşdirəsən və o tərəfdaşla birlikdə əl-ələ verib birgə komanda yaradasan. İndi sponsorları sizə hərənin öz metodu var komandanı yerləşdirməyi, o barədə mən müdaxilə eləmirəm. Amma 3 biznes tərəfdaşı ağlı başında olanı dəqiqləşdirirsən, əl-ələ verirsən və normativ olaraq gedirsiniz. Gələn birinci kataloq, eyb yox, 100 balla işləsin. Amma biznes tərəfdaşı olur, növbəti kataloq o 3 dənə biznes tərəfdaşını hökmən tapır və özü şəxsən 150 bal vurur. Və bu izlə gedəndə çox, belə deyək, progressiv inkişaf gedir. 6 aya direktor olub 1000 dollar mükafatı almaq. 6 aya 1000 dollara ehtiyacım varmı soruşuram və saatdır, belə deyək, zaman gedir. Elə indi də baxıram mən sizlə üzbəyüz divardakı saata, bizim saatda eynən bu saatı göstərir. Sizdə də mi saat bunu göstərir dostlar? Baxın evinizdə saata. Nəyə xaçlayasınız? Çünki xaçlamaq yerləri hərədə fərqli-fərqlidir.
Kimi sağlamlıq yolu kurorta gedər və yaxud ki, kiminsə sağlamlığına xaşlayar, kimi belə deyək, toy eləyər, kimi borclarla üzülüşər, kimi istirahətinə yollanar, kimisi evdə problemlər var, məişət problemi, olmayan şeyi, olmayan əşyası, nə bilim, su çəkdirər, yanaq ağrır. Kimisi də yeməyinə, içməyinə fikir verər, başdan ayağa dəyişdirər hər şeyi. Sizin üçün önəmli olan nədir? 6 ay sonra 1000 dolar mükafatı alırsınız. 1000 dolarımız da eləsin 1700 manat. Bu 1700 manatı nəyə xərcləyarsınız? Biz sizlərlə həmin o effektivlik ki danışdıq ha dostlar, bir var 10 balla, bir var 20 balla, bir var 100 balla. Yəni eyni sayda insandan, hətta biz B variantında insan sayı az gördük. Birincidə 35 adam idi. 35 adamdan 1810 bal aldıq. İkinci variantımızda 25 adam idi. 2600 bal aldıq. Yəni biz alacağımız ortalama sifarişi nəyin hesabını artıra bilərik? Fürsətləri dəyərləndirərək. Bunun üçün doğru dürüst menecer olmaq lazımdır. Bunun üçün yaxşı sponsor olmaq lazımdır ki, məsləhətçiyə çatdırasan. Fürsətləri doğru dürüst dəyərləndirə. Çünki bu fürsətləri dəyərləndirəndə həm rekrutları yaxşı eləyərsən. Rekrutların artar. Rekrutlar axı dedik ki, bizim biznesdə bakdır. Bakın böyüməsidir. Bakın dolmasıdır. Bəli, bəli. Yeni nəsil insanlar gələr aksiyanın hesabına. Bu insan dəvət eləyər. Sponsor dəvət eləyər. Sponsor olmaq istəyən məsləhətçi. Sponsor olmaq istəyən məsləhətçi düşünər ki, dəvət eləyim, sumkanı alaram. Misal üçün deyirəm. Saat alaram. Zaten o sponsor məsləhətçi günə bir qeydiyyat eləyirsə, onsuz da onun o adamlarının içindən 3 nəfəri 100 balla işləyəcək. Bir mənalı şəkildə günə bir qeydiyyat eləyirsə, 20 adamdan 3'ü 100 balla işləyəcək. Bunu mən sizə əminliklə deyirəm. Və komandadakı, qrupdakı digər məsləhətçini də belə deyək, yönləndirəndə, bax bu aksiyadan istifadə eləyərək, bakınız artar. Təkcə bak artmaz, eyni zamanda bal artar. Çünki özünün hədiyyə qazanması üçün yaxşı sponsor olmaq istəyən məsləhətçi kömək eləyəcək həmin o dəvət elədiyi kəsə 100 bala çatmağa. Heç olmasa 2 nəfərinə, 3 nəfərinə 100 balına kömək eləyəcək. Fürsət deyərkən indiki aksiya çatdırmaq lazımdır insanlara. 100 bal sifarişi yerləşdirəndə addım proqramından başqa Amber eliksir ətrini hədiyyə alacaq. Düz eləyirsən əzizim. Məsəl üçün, indi bu şəkli qoymuşam. İndi inşallah ki, həftəyə tez-tez dəyişəcəkdir. Məsələn, müəyyən məhsul alanda Praline ətri. Bu nədən Praline dəsti hədiyyə? Bu nədən ötürüdür? Bu yönləndirməkdir da, dostlar. Məsələn, məndə 2-3 nəfər var ki, onun sifarişini mən vururam. Yəni, interneti yoxdur. Sıravi məsləhətçidir, ancaq zakaz yığır. Bəzən də o belə sözdəkdə aksiyalara oynayır, elə addımlara oynayır. Məsələn, onda çox doğru dürüst yönləndirə bilirik. Zakazın vuranda yönləndirə bilirik ki, 100 filan duxudan vursan, bu dəsti alırsan, misal üçün. Yox, 125 eləyərsənsə, gələn kataloqda 125 Jordanini alırsan. Yəni, dilimiz işləməlidir. Biz yönləndirməliyik. Biz kimi deyirəm, lideri demirəm. Hər kəs sponsor öz məsləhətçisin. Menecer öz sponsorların doğru dürüst yönəltməlidir. Və artırmaq üçün əgər o birinci dediklərimin hesabına rekrutlarımız artarsa, Amber eliksirə görə,
onlara görə sənin özün sponsor kimi qazanacaqlara görə o sənin rekrutları artırmağa bir dəstək olan alətdirsə, orta sifariş balını artırmağa onlayn outletimizdə olur. Deyin görüm, sizin komandada onlayn outletə maraq göstərənlər varmı? İzləyənlər varmı? Online outletdirsə, bilirik ki, bir mənalı şəkildə bunlardan 75 balı istəyir. Bu niyə belə? Yəni, orta sifariş balımızı, çünki bəzisi buna keçir, 75 balında vurur, sonra 125-i də nəzərdə tutur, 150-ni də nəzərdə tutur ki, 6-7 manatını alsın. Bəzisi deyir ki, yox əşi, mənim nəyimə lazımdır, onu da istəmirəm, ala, mənim konkret zakazım 40-dır. Bu adam 40 bal vurub, bu birisi 150 bal vurub. Deməli, 2 nəfər aktivdir. 40 bu, 150 bu, neçə ilərdir? 190. Deməli, ortalama sifariş balı nədir? 95 baldır. Ortalama sifariş bal, komandanda aktivlik. Ortalama bal 95 baldır. Yəni, biz o çatdıraraq, təbii ki, hər kəsdən biz 150 bal ala bilən deyilik. Necə ki, hər kəs qeydiyyatdan keçən deyil. Necə ki, hər qeydiyyatdan keçən sifariş eləyən deyil. Necə ki, hər qeydiyyatdan keçən sifariş eləyən sponsor olan deyil. Necə ki, hər sponsor olan ardıcıl olub menecer direktor olan deyil. Amma bizim işimiz bunlardan ibarətdir. Biz elədiyimiz işi peşəkarcasına, səviyyəli şəkildə yaxşı eləyəriksə, sona doğru, o biri növbətilərdə də bizə rahat olar. Çox balaca gəlir ekran. Yeniliklərdən hər zaman xəbərdar eləmək lazımdır. Kimləri adətən yeniliklərdən xəbərdar eləyərik, kimlər ki yatıb, onları reaktivləşmə eləyirik, təzədən qaytarırıq. Bundan da qrupun balını artırmaq olur. Halbuki bizim hədəfimiz balı artırmaq deyil, bizim işimiz komandada sponsor məsləhətçilərin sayını artırmaqdır, menecerlərin sayını artırmaqdır, Oriflame-lə pul qazanan insanların sayını artırmaqdır. Balı artırmaqla müvəqqəti olaraq ola bilər ki, kimlərsə bir-iki dənə xonça zakazı olub. Bu bir dəfə oldu, sonra. Amma bir də var ki, sənin axın təşkil edən sponsor məsləhətçilərin var. Nəticəyə çıxmağa çalışırsınız, ona yönəlirsiniz. Bir daha təkrar edirik ki, sponsor məsləhətçisi namizədləri axtarır, görüşə dəvət edir və qrupun görüşündə iştirak edir. Amma qrup menecerinsənsə, işin sənin həvəsləndirməkdir, kömək eləməkdir. Kim ki məsləhətçi, sponsor olmağı qərar verib, ona istiqamət verib, onu materiallarla təmin eləməkdir. Və əgər sən lidersən, məsələn, hal-hazırda mənim kimisinin statusunda mənim vəzifəm təlim keçməkdir, yeni üsul, metodları öyrənmək, materialları öyrənmək, qrupa çatdırmaqdır. Şəxsi qrupada neçə sponsor məsləhətçi var, onları izləməkdir və işin 80%-in, gördüyüm işin 80%-in buna həsr eləməliyəm. Əslində, biz sizlərlə işimizi doğru yerə yönləndirməyə bacarmalıyıq. Çünki Pareto metodu var, prinsip Pareto. Bilirsinizmi onu? Hansınız eşitmişsiniz? Pareto metodu. Pareto metodu 80%, 20%, belə deyək. Adicə pul ölçüsündən baxanda deyirlər ki, yer üzündəki pulun 80%-i 20% insanlardadır. 80% insan, 20% insana işləyir. Bizim özümüzün işimizdə, bizdə gördüyümüz işin 20%-i,
bizim əldə etdiyimiz işin, uğurun 80%-in elədiyimiz hərəkətin cəm 20%. Yəni, biz 80% hərəkəti boşuna eləyirik. Lazımlı olan şey cəm-i cümlətanı 20%-dir. 20% hərəkət var, işimizdə hərəkətlər var ki, onlar bizim uğurumuzun 80%-ini təşkil eləyir. Bəzən biz yanlışlıq eləyirik, əksinə 80% hərəkəti eləyirik lazımsız olanı və uğurda 20% uğuru qazanırıq. Biz o metodu doğru tətbiq eləməliyik, uğura gətirən, İşdə irəliləməyə, inkişafa gətirən hərəkətləri seçməyi bacarmalıyıq. Biz ona görə 20% uyğun hərəkətləri etməliyik ki, uğurumuz artsın. O 20% hərəkəti onunla baxandan sonra həmin hərəkətin uyğunu artırmalıyıq. Yəni, gərəksiz olan ikinci dərəcəli işlərə yönəlməli deyilik. Əslində, bu aparatdan hamınız görmüşsünüz. Qabaq bizdə ofisdə də var idi, aeroportlarda var, müəyyən ticarət mərkəzlərində var. Əminəm ki, belə avtomatlardan kofe, kapuçino almışsınız, içmişsiniz, avtomat. Yəni, bu avtomat çox asan şəkildə və sadə şəkildə sən proqramlaşdırırsan və sənə lazım olan komponentli kofeni ya kapuçinonu verir. Düzdürmü, dostlar? Eynən də bizim biznesdə tərkib elementləri var. Yəni, süddü mü istəyirsən, şirinli mi istəyirsən, Türk kahvesi mi istəyirsən, ekspres mi istəyirsən, eynən də bu biznesdə sən nə istəyirsən, onu bilməlisən. Ona uyğun olan nə işlərdir, komponent nədir? Gərəksizi balı gətirib kofeyə bilmirəm, mən içməmişəm balla kofe. Lazımsızı qatmaq lazım deyil. Biznesimiz əslində asan deyil, amma oradakı olan tərkib elementləri asandır və sadədir. O sadə olan şeyləri, asan olan şeyləri daima eləyərək yaxşı nəticələri ala bilərsiniz. Bugün biz sizlə bir daha baxdıq ki, biz rekrutlaşma deyəndə dəvət eləməni nəzərdə tuturuq, rekrutinglə məşğul oluruq deyirik, rekrutlaşma eləyirik və dəvət elədiyimiz insanlar qeydiyyatdan keçirsə, bu olur starter. Bu olur starter. Siz də sağ olun, dostlar. Bu olur starter. Amma elə ki, həmin yeni məsləhətçi bircə balsa da sifariş verir, o adlanır rekrut. Həmin məsləhətçi 1 bal, 10 bal, 50 bal yox, 100 bal eləyirsə, o olur Q. Kvalifikasiya keçmiş məsləhətçi, yəni peşəkar məsləhətçi, ixtisaslaşmış məsləhətçi, keyfiyyətli məsləhətçi. Və inkişaf sözünü təhlil elədik bizim işimizdə. İnkişafımız pulumuzun artmasıdır, bizim mərhələlərimizin artmasıdır, gəlirimizin artmasıdır. Biz sizlə sonra nəyə baxdıq? Məsləhətçinin 4 mərhələli məsləhətçi, adi məsləhətçi, sponsor məsləhətçi, menecer, direktor buna baxdıq. Sonra nəyə baxdıq? Biz sizlə baxdıq, dedik ki, sponsorluq eləyən məsləhətçilər bizim biznesin dirəyidir, dayağıdır. Və menecer olaraq heylə məsləhətçilərə doğru dürüst işləməyə, təlimatlar verməyə çalışmalıyıq. Onların dəvət elədikləri insanlarla düzgün işləməyə başlanğıc dövrdə istiqamət verməliyik və öyrətməliyik. Sonra bunlar özləri o görüşləri keçirsinlər. Və dedik ki, rekrutlarsız inkişaf yoxdur. Rekrutlar hesabına BAK formalaşır, BAK artır. BAK dedik nədir? BAK aktiv məsləhətçilər bazasıdır. Baza aktivlik konsultantıdır. O aktiv məsləhətçilərimiz çoxalırsa,
onun nəyin hesabına çoxaldırıq? Onu da yenə effektivliyə bizim məlumat ötürməyimiz, bizim ünsiyyətimiz, məsləhətçi ilə təmasa girməyimiz, yetərincə informasiya verməyimiz, məsələn, gələn məsləhətçi sadəcə özü üçün almağa gəlibsə, onu məhsul üzrə təlimlərə yönləndirməyimiz, yaxud ki, satış eləməyə gəlibdir, yenə də məhsul üzrə təlimlərə yönləndirməyimiz, onu müəyyən aksiyalarla maraqlandırmağımız, bunun hamısı məhsuldarlığı artırandır. Düzdürmü dostlar? Əminəm ki, bunların hamısını siz özünüz üçün müəyyən dərəcədə qeydlər elədiniz və gözümüzü açıb öz biznesimizə, belə deyək, tükdən ayıran qədər diqqətlə baxa bilməliyik. Çünki nəzarət, təhlil eləmək bayaq yazmışdım. Vərdişlərindən edəcəyimizin biri təhlil edir. Təhlil edə bilmək üçün izləyə bilmək, müşahidə edə bilmək qabiliyyətimiz olmalıdır. Bol-bol rekrutlar, sürətli inkişaf, lazımı vərdişlərə sahib olmaq, işinizə sevgi, özünüzə inam, biznesinizə inam və ancaq irəli. Bunu arzulayıram.